Həzrəti Xədicə təmənnasız Peyğəmbərə xidmət elədi. Təmənnasız, heç bir qarşılıq istəmədən. Bütün malını, sərvətini Peyğəmbərin yolunda verdi, heç nə istəmədən. Allah necə xəcalət elədi Həzrət Xədicəni. Peyğəmbərə vəh gətirəndə mələk dedi ki, ya Rasulallah, Allahın salamını Xədicəyə çatdır, vəssalam. Xədicə xəcalətdən başı düşdü aşağı. Allah Xədicəyə salam göndərir. Allah Xədicə, ona görə özünü borclu bildi. Dedi, mən neynəmişəm ki, mənə Allah salam göndərir. Allah iş belə gətirdi ki, var dövlətini din üçün xərcləyən xanım ac qalmışdı Şəbəbi Talibdən. Ham ondan üzü çevirmişdi. Bütün yaxınları Peyğəmbərə görə ona arxa çevirmişdilər, onu danışdırmırdılar. Hətta Həzrəti Zəhranı dünyaya gətirəndə qadınlardan yox idi ona kömək eləsin, təsəvvürünüz. Qərib şəkildə dünyaya gətirir. O izzətli xanım, o hörmətli xanım, ərəbin şahzadəsi deyərdilər ona. Peyğəmbərə fəda elədi hər şeyini. Elə bilərsən Xədicə itirdi, yox. Xədicə bunu qazandı ki, Allah onu özünə dost seçdi. Allah onu Fatiməyə ana qərar verdi. Allah onu hamıdan üstün xanım olan Həzrət Zəhranı onun vasitəsilə dünyaya gətirdi. Deyir, onun dəfnindən sonra Peyğəmbər bir il gülmədi, təbəssüm eləyən görmədilər. Qəm il oldu. Nə zaman Xədicə deyərdin, gözündən yaş axardı Peyğəmbər. Axırda ki, hər şeyini fəda eləmişdi. Görün, nə qədər ruhunda təvazökarlıq vardı. Bir dənə dünya malından bir köynək istəyir Peyğəmbərdən ki, qəbrə qoysun, o da mənəvi səbəb üçün. Özü utanır, qızı Fatiməni çağırır. Deyir, qızım, sən atıva deyə bilərsən mənim adımdan. Mən xəcalət çəkirəm, ədəb mənə imkan vermir. Paltarını, köynəyini mənlə qəbrə qoysun ki, bəlkə mən nicat tapım.